Salam, əziz və hörmətli dostlar. Çox cənab Vüqar bəydən çox təşəkkür edirəm məni qəbul elədi bu proqrama. Sizlərlə danışma fürsəti mənə yaratdı. Umuram ki, vaxtınızı hədrə verməyəm. Mən başlıq ki, siyasət haqqında danışacaqdım. Və ona başlığı için nəzərim gəldi. Bu ki, türklər üçün siyasetin nə anlamı var? Bu başlıq altında danışaq. Ərz edeyim hikmətinizə ki, əvvəl buradan başlayacağız. İnsan nədir? Bizim tərifimiz, insanı nədir tanırıq yəni? Nə mənə tanırıq? Müxtəlif təriflər var insan üçün. İnsan nədir? Bu çox mühümdür ki, biz bir şeyi tərif edirik. Bu telefon, bu nəmə nədir? Telefondur. Bu telefonu tərif edirik. Ondan sonra bunu nə cür işlədəcəyik? Buna hangi işləri özünə görəcəyik? Nə cür saxlayacağıq? Bunu inkişafı nə cür olacaq falan? Yəni bunun keçəcəyinə görə, gələcəyinə görə bərnaməmiz olacaq. İnsan da o cürdür. İnsan nəmə nədir? Bu, tarixdə bir böyük sual olub da, biz nə yox? Mən özümü nə cür görürəm? Mən özümü nə cür tanıram? Məsələn, Ərəstu deyir ki, insan bir danışan heyvandır. Natiq kəlməsini ərəbcədə deyiblər. Natiq iki mənada, iki anlamda var. Bir danışan, bir fikirləşən. Əlbəttə, bunların hər ikisinin anlamı birdir. Deyirlər ki, insan danışanda, yəni mən indi uca səslə danışıram, uca fikirləşirəm. Ucadan, yüksək səsinlə fikirləşirəm. O zaman ki, danışmıram, alçaq səsinlə içimdə fikirləşirəm. Buna deyirlər natiqdir, yəni danışmaq. Adam ya özü ilə içində danışır, ya məsələn, mən xidmətlərə danışıram. İndi görək, bu keçən yüzildə panfarslara xidmət eləyən, parsilərə xidmət eləyənlər nə cür tərif ediblər? Kimlər tərif ediblər? Əli Şəriət tərif edibdir, o bu tərif edibdir. Amma mənə calibi gələn roşənfikirlərin babasıdır. Sadiq Hidayət. Adı da mənə biraz bənzir. Çox adam da deyir və mənim onunla bir familçiliğim var. Yox, mən Qərədağlıyam. O da bilmirəm haraldadır. Ərz edeyim xidmətinizə ki, bilirsiniz də, hər nə dəlildən dolayı Sadiq Hidayəti İranda panfarslar bir böyük roşən fikri bilirlər. Çox böyük. Yəni, Əli Şəriət edən filan böyük roşən fikri bilirlər, xüsusən ədəbi sahədə. Bunun bir tərifi var insandan. Deyir, insan ibarətdir bir ağızdan ki, bağlanır mədəsinə və boğarsaqlarına və aşağı qismətə. Yəni, aləti tənasüliyə. Yəni, Ərəstu dediği fikirdə insan bir natiq heyvandır. Baxırsınız, görürsünüz ki, bu bir əvvələn heyvandır. Yəni, o birisi canlılara tay, insanın da bir canı var. Bu bir. Bu bir mühüm bir şeydir. İnsan canlı bir mevcuddur. İkinci, bu natiqdir. Fikri var. Canlı olduğu üçün buna bir çox xidmətlər lazımdır. Dava dərman lazımdır, ev lazımdır, eşik lazımdır, bimaristan lazımdır, əmniyyət lazımdır, sülh lazımdır, inkişaf lazımdır, buna paltar lazımdır, başmaq lazımdır, buna gözü zəifləsə gözlük lazımdır, buna hər şeyə bir şey lazımdır. Bu adam buna görə ki, ayağı ilə yeriməsin, buna maşın lazımdır, sulardan rahat geçsin, gəmi lazımdır, göydən uçsun, təyyarə lazımdır. Yəni, bu insana bir şeyləri lazımdır ya rahat edir. Yəni, bəzi işləri rahat edir. Biz eləyə bilirik ki, əlimizlə sındıraq girdəkanı ya da ki, çəkişlə sındıraq. Çəkişi düzəldirik. Mıxı vururuq bir yerə, onu çəkmək üçün əlinin olmaz. Ona bir çəkiş lazımdır ki, onu çəkə çığa da. Bəs
o fikirdəki insan bir canlıdır. Heyvan da olur canlı. Bir canlıdır ki fikirləşir ya danışır. Buna fikirləşəndə buna nə əmənə lazımdır? Fikri düz fikirləşmək sistemi yaratmaq lazımdır. Ərəstu gəlir buna bir məntiq düzəldir. Buna deyirlər məntiqi danışmaq məntiqi da bilirsiniz. Buna demirlər, yəni fikirləşmək məntiqi deyil. Bu danışmaq məntiqidir. Kəlmələri, sözləri nə cür qoyacaqsınız ki, bu ağlınla cür gələ, düzəməlli cümlə ola. Belə deyək. Ondan sonra fəlsəfə gətirilir, bu da fikir məntiqi. Düşüncə məntiqi. Ondan sonra buna ulum insani mətrəf olur. Mən insanam, mənə qanun lazımdır, hüquq çıxır. Mənə əmniyyət lazımdır, ordu çıxır, polis çıxır. Bunlar özləri, bilirsiniz də, bir elmi sahədirlər. Mənə gəlgət lazımdır, burada bir transfer çıxır, burada həmri nəql çıxır. Mənə yemək lazımdır, burada bir əkinəcək, tökünəcək, ağac filan lazımdır. Mənə ət lazımdır, dardavar saxlamaq, mal heyvan saxlamaq lazımdır. Qəssablıq və. Mənə görə hər şey ki lazımdır. Çünki mən bir canlıyam və fikirliyəm və danışıram. Danışığım üçün mənə azadlıq lazımdır danışam. Mənə böyük bir imkan yaratılmalıdır ki, düşüncəmi danışıq vasitəsilə ya yazı vasitəsilə insanlara yetirəm. Bu da bir azadlıq. Azadlığın bir bölümü də budur. Yeni baxırsınız, görürsünüz ki, mən dünyanın mərkəzi hesab oluram. Çünki bir insanam. İnsan olduğu üçün mənim bu tərifdəki insanı biz heyvanı natiq görürük. Yəni canlı bir mövcud görürük. Canlı, fikirləşən, danışan bir mövcud görürük. Varlıq görürük. Bəs türkçə desək, canlı, danışan, düşünən varlıq. İnsan ibarətdir bundan 4 kəlmə. Canlı, insan, insandan mənzurumuz ya fikrimiz, düşüncəmiz, canlı, danışan, fikirləşən, canlı. İndi bu dünyanın mərkəzi olur bu insan. Çox mühüm olur. Hər şey bunun üçün. Bunun diri qalmağı üçün, uzun yaşamağı üçün. Bu o cəhətdən. Amma indi gəlirik Sadiq Hidayətin tərifinə. İnsan ibarətdir bir ağızdan ki bağlanıb, meydə ilə boğarsaqlara və oradan da aləti tənasüliyə. Buna nə mənə lazımdır? Buna çox bir şey lazım deyil. Bir şeylər verəcəksən, buradan geçsin aşağıya. Nə olursa gedəcək. Keyfiyyəti önəm daşımır. Hardan olur önəm daşımır. Əyrilikdən, oğruluqdan olur olsun. Hər yerdən olursa burada önəm daşımır. Çünki bura gərək geçsin. Bu ağıza geçsin. Buradan da geçsin içəriyə. Onlar da mühüm deyil. Bunlar fəqət işləsin. İndi buna bir elm lazımdır. Bu ağız dişlər əzada yetişsin, bunu saxlasın. Boğarsaqlar işləsin. Ondan ən mühümmi bunun aləti tənasülüsüdür. Yəni bunun seksi gərək təmin olun. İndi baxanda bu camiyə görürsən, İran dəqiqən belə yaşır. İnsanlar yemək, içmək, seks. Baxın, yemək, içmək buradan gedir və seks. Buna görə ki, seksi daha yaxşı olsun və yemək, içmək daha yaxşı olsun, buna pul lazımdır. Hər yerdən olur olsun, çünki buradan getməlidir şayə. Bu oğurluq olur, çək olur, ixtilas olur, qumar olur, terör, hər yoldan olursa olsun, insanların böyrəklərini satmaqdan. İndi bilirsiniz, bu şey dövrəsində deyirlər ki, İranda mərizlərin, korona tutan mərizlərin böyrəklərinin, o birisi içəri orqanlarını çıxadırlar, satırlar. Çünki önəm daşımır. Əxlaqın anlamı burada olmur. Çünki insana bir ayrı məna vermişik. Çox aşağı bir şey. Bir dana bir dəstgahdır ki, buradan tökəcəksən bunun qarnına, aşağıdan da bunun seksini təmin edəcəksən. Camiədə seks. Daha bizə belə tanıtdırmışlar Avropanı, Amerikanı. Mən gəldim Türkiyəyə, oradan gəldim Avropaya, oradan gəldim Amerikaya, Kanadaya. Burada indi yaşıram. Belə bir sistem yoxdur.
Belə bir sistem imkansız ispur tapası. Burada siz 10 ildə olan Asus xiyabında bir dənə xanıma göz vura bilməzsiniz, bir dənə xanım sizə göz vura bilməz. Siqnal çalınmaz. Sən burada siqnal çalmaq yoxdur. Heç kəs maşınınıza minməz. Yəni xiyabanda nə qədər durursunuz durun, nə qədər heç kəs maşınınıza minməz. Çünki insanları tərif ediblər. Dünyanın seks beşli İran'dır. Və buna görə ki, insanlar bu seksi rahat ələ gətirsinlər, özlərindən narazıdırlar. Mən çox seks eləyəmirəm, mənim burnum biraz yekədir. Mənim başım çiçəlidir. Mənim qarnım yekədir. Mənim buram becürdür, oram ocurdur, dodağım çıqqılıdır, dodağım yekədir, biraz uzundur, biraz qaşım elədir, gözüm belədir, bölüm belədir, yansağım belədir. Yəni insanların bir şey nə olubdur? Bura və aşağı tənasül. Yəni biz nə eləyirik, tənasülümüzə xidmət eləməliyik. Bunun gözəl türkçə adı var, amma bilmirəm niyə bizim içində nəzakətsizlikdir bunun adını demək. Tamam. İnsanlar milyonlar tümən pul xərcləyirlər, aylar əziyyət çəkirlər ki, bir yaxşı seks alətinə çönələr. Heç kəs fikri düşünmür. Demirəm düşünmür, içində adamlar var ki, amma əksəriyyət fikri düşünmür. Sizin fikriniz nə olur olsun, insanlar sizə aşıq olmurlar, sizlə rabitə qurmurlar, sizlə danışmırlar, sizi görmürlər. Sizin pulunuz olsun. Bax can, əslin qiyafəz nə olur olsun. Çünki insanlar özləri, ikinci şey, insanlar tarix boyunda İranda insanlar özlərini satıblar. Kişilər alıblar, xanımlar satılıblar. Mənim qızım var, elçi gəlirlər. Nə verək sənin qızı alaq? Alaq. Biraz qızıl verin, biraz da kəbini belə də olsun. Siz nə verəcəksiniz qızın yanında bizə? Biz də biraz cihaz verəcəyik. Yəni, biz bu qızı satdıq. Adını nə qoyursunuz? Qoyun, satdıq. Baxın, o zaman ki, insana əhəmiyyət vermirsən, özlə deyəndə deyirik, biz bərdədarı ilə müxalifik. Evə də aparanın sonra o qızın günü qəri olacaq. O nə də evində bir gün görər, nə evində. Nə də, bağışlayın, ər evində. Çünki biz onu nə görmüşük? İnsan görməmişik ki. Onu bir dənə vəsində görmüşük seks. Deyir ki, bu günləri bir oxumaq gördüm, o qoymuşdular. Deyir ki, kişi gərək 4 arvadala, birin ala bişirməğa, birin ala yumağa, üçüncüsün üçlükdə, dördüncüsün demədi, eşitmədim. Yəni, insanın şəəni Ərəstuda buradan üstədir, İranda buradan aşağıdır. Əlbəttə, bəlkə bu burnu da indi burun çox əməl edirlər, bunu çox gözəl burunlar qoyurlar. Onlar ərə gedəndən sonra, evlənəndən sonra onların uşaqları çox cahil çıxacaqdır. Bilməyəcək, onları neyin gələk. Yəni, insanların özlərindən zəhlələri gedir. Niyə? Çünki insanların buradan üstələrinə fikir verməyiblər. Xüsusən buradan üstələrinə fikir verməyiblər. Onun üçün insanlar buradan aşağıları olaraq çox mühümdür. Əslən, burada nə var, o mühüm deyil. Bu insanın tərifindən çıxır. İndi bunun yanında bu insan, bu yemək narazılıq eləsə bunu döyərsən. Tutarsan, şikəncə elərsən, əzərsən, vurarsan. Çünki bu cəmdə, diktatorluq elərsən. Çünki bunlara fəqət nə lazımdır? Yemək. Ona görə deyirlər, İranlıları ac saxlasan, inqilab eləməzsin. Tox saxlasan, bəs bunları ac saxlayacaqsan. Baxın, o da bunun yanında çıxır. Çünki insanı aclıq, toxluqla, buradan aşağı ilə, bir yolu İranlıları seks verəcəksən, yatacaqlar. Pıs, bunların yeri gedəcək. Bunlar bir dağarcıqdılar, yerləri çıxandan sonra oradan yaxmazlar. Bu insanın tərifindən çıxır. Qərb insanı, tüm insan fikridir, bunun fikri bunu haralara apara bilər. İndi görürsünüz da, dünənləri NASA elan elədi ki, gələn 10 ildə Mırrıqdan hardan topraqları, orada olan şeylər gətirəcəkdir, ora dron göndəriblər, oradan
əks 24 saat satacaqlar, onlar fikirlər, bir dolu mövcudlar vardı ki, bəlkə biz görənmirik, o dronlar 24 saat orada fırlansınlar. Baxın, insanın tüm buradan üstəsidir, buradan üstəsidir mühümdür. Bunu öldürmək belə çətindir. Ona görə buna qanun qoyublar. Sən bir nəfər, 100 nəfər də öldürsə, onu edam edəməzsən. Amma İranda siz hər şeyi edam edə bilərsiniz. Hər şeyə. İctimai imkanları düzəltməzsiniz, iş, güc olmaz, insanlar oğurluq eləsə əlini kəsərsiniz. İndi bu oğurluq şeyi gəldi, mənim bəhsdən çıxır, sözü gətirir, mənə də bezi gətirir. Deyir ki, camiəşünaslar deyirlər ki, hər camiədə 4%, %4 çox ağıllıdır. %4'ün ikisi camiyə xidmət elər, %2'si camiyə xəyanət elər. %2'si onlar danışmənd, adlarına danışmənd deyirlər, %2'si onlar oğru. Zindanda oğurlar ki vardı, mən Təbriz zindanında da gördüm, bunlar ən yuxarı düşüncəli, fikirli insanlardılar. Çox istisnai fikirləri var bunlar. Amma yerləri oradır. Çünki camiə şəraiti bitirir ki, bunlar ora gedəcəklər. 2% da gedir danışqahda, orada burada danışqahda hər adam ki danışqaha gedir, bundan ki bir şey çıxmır. Bunlar həman ağız gedirlər ora ki, pul tapalar, biraz oradan gedirlər, bir yerdə istihdam olarlar, bir pul çığa, bir də sekslərini düzəldərlər. Ən nəhayət budur da, yaxçı yemağım olsun, yaxçı giyim, yaxçı evim olsun, yaxçı seks eləyim. Tamam. Amma Qərbidə o deyil. İnsanı natiq, düşüncəli sahibi bilir. Bu düşüncə məni halara, dünyada haraya apara bilər onu düşünür. Onun üçün azadlıq verir, onun üçün imkanat yaradır. Çünki bu insana görə icazə verəsən, bu natiqlik özünü görsədə. İndi Sadiq Hidayət kimi İranda görürsünüz, yəni tolid yox. Bir fikir tolidi yox, fəlsəfəsi yox, hüququ yox. Dünyaya nə verib İran keçən neçə min ildə? İranlılar geçən neçə min ildə dünyaya nə veriblər? Bir bərcə kağız veriblər. Bir bərcə bir şey, bax bu qədər bir şey dünyaya veriblər, gələ biz vermişik bunu dünyaya. Çünki tarixən İranlılar bilədilər. Türklər və ərəblər olmasaydı, yəni İran məfhumu yox idi. Yəni İran hələ də feylən mümkündür ki, 2500 illik bundan qabaqçı kimi yaşırdı. Çox uzun danışmayayım, qısa danışım. İndi ki, Ərəstunun fikrində, Qərbilərin fikrində insan bir varlıqdır ki, fikirləşir. Canlı varlıqdır ki, fikirləşir. Onda buna fikir lazımdır, fəlsəfə lazımdır. Camiə lazımdır, çünki insan tək canlı yaşamır. 2 nəfər də yaşamır. İnsan ictimai yaşır. Korona bizə göstərdi ictimainin əhəmiyyətini. O zaman ki, çıxmırıq eşiyə. Bundan belə ki, ailəmizlə yaşayıb, amma çıxmırıq, bir çox adamları görmürük, sinamiyə getmirik, teatra getmirik, musiqini konsertinə getmirik, parça getmirik, parça gedirik, adamlarla görüşmürük, rahatca istədiyimiz adamla görüşəmirik. Görürük ki, nə qədər ictima mühümdür. Çingizhan bu qədər bilib düşünməmişdir ictimanın əhəmiyyətini. Çünki yaşırdıq, balıq kimi idi ki, su deyirlər. İndi ki, sudan biraz atıblar eşiyə, çabalırıq. Amma İranın fikrində insana fəlsəfə lazım deyil. İnsana fikir də lazım deyil. İnsana bir şey lazımdır ki, bu 3 danıya xidmət eləyər. Ağızdan seksə. Ağız, qarın, seks. Ağız da tüm ağlının açılıb bağlanmayacaq, tertibert danışar. Bunun üçün İranda bir düzəməlli belə danışan adam da azdır. İndi bu insan camiədə yaşadığı üçün buna bir qanunlar lazımdır. İnsani qanunlar. Ki, indi buna hüquqi bəşər deyirlər.
Buna fərhəng lazımdır, kültür lazımdır, musiqi lazımdır. Hər şey gəl, get, al, ver. Bunların hamısı evlənmək, boşanmaq, ərz edeyim xidmətsə, bir şey alıb satmaq, ev düzəltmək, evlərin əmniyyəti olmaq. İndi şükür Allaha görürsünüz, maşallah mühəndislər belə bir belə mühəndis çıxıb oradan şəhər sazı, saxtaman sazı, yol sazı falan deyə. Amma görürsünüz ki, zəlzələ gəlir, adamlar qırılır, gedir. Heç kəsin belə tükü də, qılı da tərpəşmir. Tükü yox, qılı. Nə dövlətin, nə millətin. Önəm daşımır. Çünki insan ölümü çox yaxşıdır. Nə qədər ölür ölsün, ərzişi yoxdur. Onun üçün dövlət də öldürür, millət də öldürür. Bir-birlərin insanları öldürürlər. Babər buyurun, dünyada şerlər də belə deyirlər. Canavarlar da belə deyirlər. Belə bu çaqqallar belə deyil. Kaftar deyirlər ha. O kaftarlar da belə deyil. Onlar özləri öz qruplarına rəhm edirlər. Bizim burada dədə qızını öldürür. Niyə? Mən dediyim kimi yaşamır. Mən fikirləşirəm ki, qızım belə eləyibdir, pis eləyibdir, öldürəcəm. Deməyin ki, bu dədə savadsızdır ha. Bu dədə o ictimanın səmərəsidir. O ictima as a whole kompletliyində, hamılığında, bütövlüyündə bu adamı yekəldib eləyibdir. Bu camiədə hər nə var o ictimanın təsirindədir. Bu adama dedik, ağzına xidmət eləmək üçün, seksinə xidmət eləmək üçün din lazımdır. Din, elm yox. Çünki bir dənə hədis var bu İslah tələblərdən də biri Məhəmməd Xatəmi dövlətində bunu oxudu. Hədisi saldılar zindana. Sazman-ı Mücahidin İnqilab İslamının üzvlərindən idi. Adı yadıma gəlmir. Amma türkdür, əsli türkdür bu adamın. Bu hədisi oxuyub deyib ki, İslamda Həzrət Məhəmməddən güya belə bir hədisdir. Hər kəsdən. Bir adamdan ki, şiyələri qəbul edirlər. Hər nə qədər müminlər, o qədər ahmaqlar. Ahmaqtər. Hər nə çox ahmaq, o qədər mümin. Beləsi, türkçəsi belə olur. Nə qədər çox ahmaq olursa, o qədər mümindir. Mən bunu gözümdə gördüm. Bir gün mən taza evlənmişdim. 18-19 yaşım var idi. Mən də məscidə gedirdim, namaz qılırdım. Bu tür şeydi, ibadətinə azı-niyaz əhliydim. Filan bəhman bir gün getmişəm məscidə. Bu ağsaqqallar da bilirlər, məhəllənin ağsaqqalları. Mən də bu tür yaxşı bir oğlanla baş aşağı bir adamam. Filan bəhman, biləxərə getdim, evləndim. Günaha düşməyim deyə. Bunlar da yığışdılar, danışırıq hər gün. Mən bir gün bunlara, mənə bir nəsihət verin. Ağsaqqallar fəqət mənə deyir, çörək tökməyirəm. Türkiyədə bu nə nəsihətidir? Yəni, bu adamların zehnində heç söz gəlmədi. Mənə deyərlər ki, hə, məsələn, arvadıma ehtiram qoy. İnsan kimi ondan davran. Belə bir şey yox. Yox. Çörək tökməyirəm. Çörək tökərəm, qarışqa yiyər, qurt yiyər, quş yiyər. Amma bu adamların ağlı o qədər belə yetişmir. Hər halda. Çünki niyə? Məzhəb deyir, 4 dənə arvadın olsun, ondan sonra siğən olsun. Camiəni də o cür edirlər. İndi burada siyasət gəlir. Yəni, indi bu məcmuələr, dedim, hüquqdur, gəlgetdir, alverdir, evlənməkdir, boşanmaqdır, qızla da ölümdür, diridir, toydur. Bunların hamısını bir yerə yığmaq. İndi burada su var, yeraltı satımı var, nə bilim, taza ehtiyaclar var. İndi dünyanın ayrı yerlərindən gəlir və biz deyirik, sahibi yox. Bizim bərqimiz var, bizim su imkanatımız var, bizim maşınımız var, təyyaramız var. Bunlar heç birisi bizim deyil əslində. Çünki biz bunları fərq gətirmişik, işlədirik, özü də düzdə işlətmirik. Bu şəraitdə bunları nə cür bir-biri ilə qorusun və idarə eləsin. Buna bir dövlət lazımdır. Burada siyasət çıxır ortaya. Kim gəlsin, nə qədər qüdrəti olsun, millətdən nə qədər qüdrəti alsın, millət nə qədər qüdrətindən təfviz eləsin ona, təfviz eləyəndə ona nə şəkildə olsun, nə cür olsun, nə tərli olsun. Burada farslar bunun adını qoyublar siyasət. Baxın, mən doğrusunu desəm, siyasət farsca bir kəlmə olmamalıdır. Mən amma tüm bunu bilmirəm. Sizin gözünüzün qabağında burada gedim Google-ə. Yazım ki, farscasını gətirim. Burada yazım və ma mə'nə əl-siyasət.
Görək ki, ərəblər siyasətdən nə düşünür? Elə burada deyir ki, tarif və şərh və məna əs-siyasə bil-ərəbi fi məacim əl-lüğətil ərəbiyyə mucam. Mucam el-Fihris adında bunların bir kitabları var. Çox qədimi bir kitabdır. Bunlar tələbələr bir zaman bundan tanış olarlar. Amma indi gətirib burada tarif və məna əs-siyasə fi qamusul əcəmil vəsid qamusun ərəbiyyun ərəbiyyə əş-şaşə cəm'u sais və saisə minəl ərzi və hububi və təami. İndi bunu görək ki, mən bunu icazənizlə görüm ki, nə mənası çıxır burada? Və mənası siyasa fi qamusul məcəmil vəsid ərəbi əsasə mucəm fulan əsas cəm sais və saisətü minəl ərzi və hububi və təami ma əkələhu sus. Deyir ki, sus kəlməsindəndir və o şey ki, bu yiyə, hər nə olursa olsun, sasəl habbu vəl-xəşəbu sasə susən və qəfiyyə sus. Ehtimalən sus bir heyvandır, deyir, bunu bir şeyi yiyər. Yəni, bilmirəm, siyasətə işlədir ya yox. Qoy bunu bir ayrı mənada yazım. Əlbəttə, buna istəmirəm sizin siyasat, yaxşı, siyasat. Mən ehtimalən iştibah yazmışam, orada gedib heyvan danışır. Görək ki, burada yenə də getdi, yenə də möcəmə, tərif və şərh və məni əs-siyasə əl-xariciyyə bil-ərəbiyyə fi məacim, yox. Sayisdən kəlməsindəndir. Sayis, yasyasu, məstəri sayasun, sayasələhub, vəqə fiyyə sus. Yox, yenə də sus kəlməsindən gəlir zahirən. Vəqə fiyyə sus, və fiyyə sus sayəsə, təssiyisən, fəhuvə musayyisinə vəl-məf'ul musayyən, el-musayyisil ceysə, bunu ötürək, bu hələ, çünki indi başladım, bunun uzun bir mənası mümkündür. Amma Farsıda siyasət görək nədir? Və əslən bizim dərdimizə deyər ya yox. Əvvəl budur ki, görək, eyni elə bir o insanı tərif elədik. İndi siyasəti tərif eləsək görək ki, İranda olan siyasət ki, bizə mədrəsələrdə, danışqaqlarda öyrədirlər də, gedirik danışqaqda 4 il, 8 il, 10 il dərs oxuruq, doktora alırıq, fol doktora alırıq. O siyasət ki, orada örgəşirik, elmi siyasət, siyasət elmi. Bu siyasət elmi türklərin, iradələrin, istəklərin, arzuların, hüquqların, milli mənafilərin, Azərbaycanlıları bir millət təmin edir ya yox, Azərbaycanlılar bir millət görür ya bir qovum görür. Azərbaycanlıları dünyada nə cür görür, İranda nə cür görür, qonşularına nə cür görür. Azərbaycanlıları bir kamil insan-ı natiq görür ya heyvanı beləsi, dəstgah. Baxırıq, görürük ki, Türklərin İranda bir yeri yoxdur. Bir insan, bir natiq insan kimi görünmürlər. O birisi İranda yaşayan o birisi insanları sayır. Bunu da bizə danışıqda öyrədirlər. Bunun üçün də, baxın, indi görürsünüz İranda 4 dənə adam tutulubdur. Məsələn, Fərşi cənabları, Abbas Lisani cənabları və tutulublar, zindandadılar. Dünyada bunlara etiraz edirlər. Ağa, onları niyə şikəncə edirsiniz, niyə tutmursunuz, haqqları filanları. İranda heç kəs etiraz eləmir. Çünki İrandakı insanlar, mən indi bu şoslaşıqlı məğzini çox işlədiyim üçün burada da işlədirəm. Amma bunlar şoslaşıqlı məğzi olduğu üçün deyirlər, təbiidir, dövlətin haqqıdır, tutar, vurar, asar, kəsər. Niyə qoşulublar siyasətə? Məsələ çox pisdir. Deyir ki, filan yeri öpbaqla ağız bunlar olmaz ki. Yəni, insanı belə görürük da. İndi bu insan dedim, camiənin o dövlət var orada, siyasət var orada, onun səmərəsidir bu Azərbaycan insanının vəziyyəti, bugünkü durumu. İndi bu Azərbaycan insanı bir haqları var, ya yoxdur. O siyasətçi orada var, buna cavab verir. Bir arzuları var, bir istəkləri var, bir fərhəngi var, bir tarixi var, bir təməddünü var. Bir özünə bir vizyon var, yəni bir məmuriyyəti var özünün. Deyir, ya özün dünyada nə cür görür? Qonşuların içində nə cür görür?
İranda bunu qəbul edirlər. Bunu icazə verir siyasət. Yəni o kitablar ki bizə teoriya siyasətdə öyrədirlər, gedirik 4 il ya 8 il ya 10 il ömrümüzü hədər veririk, çürüdürük. Ondan sonra oradan bu əlveri nəmin olur. O şey ki bizə verdi nəmin nədir? Məhsul nəhai, output nədir? Oradan o çıxan şey nədir? O çıxan şeyi deyək da deyək, üstünə qoyuruq. Niyə? Çünki siyasətin mənası İranda tarixən ibarətdir zirəklikdən. Nə qədər zirəng olsan, zirəng İran anlamında. Zirəng işləmək anlamında deyil. İranda biri biraz çox işləsə, deyir traktordur, eşgəhdir, filandır. Anlamı odur. Hamı dərs oxuyur ki, gedə bir miz dalısında oturur, yəni dövlətə işləyər. Xaricədə dərs oxumurlar, gedələr miz dalısında olarlar ha. Xaricədə hamı dərs oxur ki, yaxçı yaşayır. Yaxçı yaşamaq üçün də işləmək lazımdır. Və bunlar gedəndə bir yerə işləməyə deyir ki, mən at kimi işləyirəm. Bilirsiniz, at daşqaları çəkirdilər. Və bilirsiniz də bu maşını, buxar, qətarın gücün, maşının gücün at gücü özünə hesablayırlar. Deyirlər ki, bir maşının neçə at gücü var. Məsələn, bir dana sizin SUV-niz vardı. Məsələn, 300 at bunun gücüdür. Traktorunuz, məsələn, bir dana treyliz var. O treyli, məsələn, 450-500 at gücüdür. Burada deyirlər ki, biz at kimi işləyirik. Mühəndis bir kariyerdən çox işləyir. İndi, burada deyir ki, zirəhlik, işdən nə cür qaçacağam, az işləyəcəyəm, işlər saracağım onun başına, ya nə cür ixtilas eləyəcəyəm, nə cür oğurluq eləyəcəyəm, heç kəs bilməsin, nə cür rişvət alacağım, nə cür birinə namusuna təcavüz eləyəcəyəm, nə cür çox seks eləyəcəyəm, nə qədər çox yiyəcəyəm, nə qədər çox... Bunların hamısı, yəni bu üçdən yenə qədər xidmət eləyəcəyəm, buradan bura, aşağıdan, ağızdan əşaya. İnsanlar bunu düşünürlər. Hiləgərlik. Nədir onu bunu toğlaya bilirəm? Çek verim, başını alladım, əlindən pulunu alım, filan bəhmə. Rendi. Rendi də hilənin bir ayrı modelidir. Biraz dincilik anlamı var içində, irfan anlamı var, filan bəhmə. Mücazat eləmək, tənbih eləmək, şikəncə eləmək. Siyasətin anlamı budur. Bu günləri İranda siyasət əməldə olan siyasət, gördüyümüz siyasət, yəni dövlət emal eləyən siyasət, hakimiyyət emal eləyən siyasət, camiədə idarə sistemi. Bu 6 kəlmədən xaricdir. Yəni zirəhlik, hoqqabazlıq, hiləgərlik, rendilik, saqqalı qoyub buracam. Mən istəyirəm bir məqalə yazam, bəlkə bunun haqqında danışdım. Şələxteciyə fikri, fikir pıntılığı, pıntılıq. Pıntılıq və fikir pıntılığı. Bizdə İranda fikir pıntılığı var. İranda insanlar fikir pıntılığı ilə yaşırlar. Rendi. Köynəyi çıxadıb şalvarın üstünə, dəmpaya giyibdi, ayaqların sürüyə-sürüyə səqqəli də qoyub bura, düymələri də açıbdı, xod da yox əyində, idarədə gedir namaz qılmağa. İdarədə ərbab, ağa sən bu adamların yanında durursan, sənin evi və qonaq gələndə xotuvu bağlırsan, düymələri təmiz giyinirsən, xotuvu bağlırsan, ad kolunu vurursan, ətribi vurursan, hər nə edirsən, özür təmiz qiyafiyə saxlayırsan, qonaq gəlir, buyurun, əyləşin, xidmət edirsən, gözəl danışırsan, yaxşı giyinirsən. Səni istihdam edəkdə qoy bir dərə olursan şələxtə. Yəni qonaq gələndə evi və oturdur, amma idarəndə sən oturmuşsan adamların başmağın tabanını qatlayıb, dəmpaya giyib. Buna deyirlər pıntılıq. İranda pıntılıq fərhəngi hakimdir. Pıntılıq kültürü hakimdir. Sən orada işləyəcəksən, adamların qabağında təmiz şik giyinəcəksən, məğazənin orada duran qız ki başmaq satır, o dəmpaya giysə, bir şələxtə, bir pis paltar giysə, onu bir gün işlətməzlər. Amma idarə sistemi o cür deyil. İdarə sistemində siz nə qədər başarısız işləm qaçın. Zirəhlikdir. Bura bir şey yapışdırın,
Hər nə qədər burada çox möhür yeri var, yəni belə çox rendidir, rend. Hoqqabaz. İnanın ki, o adamlar çox şikəncəgərdirlər. Onlar çox mücazat edirlər. Mücazatdan, əslən dadgah mücazata məhkum eləməkdən ləzzət aparır qazilər. Siyasət budur da, bilirsiniz, qüvvə-i qəzayyə siyasətin bir əlidir. Necə? Deyirlər ki, ərteş və ordu siyasətin savaş qoludur. Qüvvə-i qəzaiyyədə siyasətin icra qoludur. Yəni, heç kəs deyə bilməz ki, qüvvə-i qəzaiyyə siyasət sisteminin bir parçası deyil. Bir parçasıdır. O qüvvəni ki, İranda bölürlər, üç yerə, fəqət bölürlər, amma üçü də siyasidir. Müdriyə, müqənnənə, qəzaiyyə. Hələ mətbuatı da çıxaq kənara, indi çıxırlar kənara İranda. Bunların üçü də siyasidir. Siyasi bir təşkilatdır, bir hakimiyyəti qorumaq üçündür. Ya milləti qorumaq üçündür. Qalıbda hangisi olur? İranda hakimiyyəti qorumaq üçündür. Görürsünüz ki, beləsidir. Hər halda biz istirik bir dənə tərif qoyaq siyasətdən. Siyasət nədir? Baxırıq, görürük ki, biz özümüzü nədir görürük. İndi farslar siyasətə o cür görürlər. O siyasəti biz özümüzü ona layiq görürük ya yox. O tərifə özümüzü layiq görürük. Siyasətdən anlayışları nədir? İcraları nədir? Danışıqda nə deyirlər? Onu biz icrada görürük. Bu anlayışın, bu məfhumun, mənanın, o siyasətdən olan mənanı Azərbaycanlılar necə düşünürlər, qəbul edirlər? Azərbaycanlıların burada rolu nədir? Kötək yeməkdir, müstəmirə olmaqdır, dillərinin həsb olması, özlərinin həsb olması, tarixlərinin həsb olmasıdır. Yoxsa bir səhmiləri var. Səhmiləri görünməmazlıqdır. Məsələn, baxın, bir dənə misal verim. Biz deyirik ki, Quran kültüründə deyir ki, bir cinni var, bir insi var. Siz qanun qoyanda cinlərə qanun qoyursunuz. Məsələn, cinlərin trafiki var, gəlcəkləri var, qaydətən əgər mövcuddular, bunlar yol yeriyirlər. Bunların gərək yeməkləri, uşmaqları ola, bunların ərə getməkləri, çıxmaqları ola, bunların uşaqları olub-olmamaqları ola, bunların system educationləri ola. Çünki diri mövcud kimidir. Amma çünki biz onu görmürük, qanun da qoymuruq, yer də vermirik. Amma insanı görür, indi Azərbaycanlılar görünmürsə, cin kimi bir şeydirlər. Cinə necə qanun qoymazlar, necə ərzişi, əhəmiyyəti yoxdur, biz onun haqqında danışmarıq, onun haqqında danışqaq qoymarıq, mədrəsə qoymarıq, dil qoymarıq, hissət qoymarıq. Azərbaycanlılar, Türklər də İranda cin kimi bir mövcuddurlar, farslar onları görmürlər ki. Siyasətlərində də onlara yer verələr, siyasəti bir cür tərif eləyərlər ki, Azərbaycanlıların da yeri ola. İdarə sistemin bir cür tərif edir ki, Azərbaycanlarda orada yeri ola, dili, rəsmiyyəti, kültürü, fərhəngi, tarixi bir cür tərif edirlər ki, bunların da yeri ola. Yeri yoxdur. Yeri olmadığı yerdə, yəni yoxdur da. Yəni, baxın, bir dənə vaqiyyəti danışaq. Bəzi vaxtlar, bəzi vaqiyyətlər deyilir, Azərbaycanlılar ondan çox nayrahan da olurlar. Rəfsəncani bir dəfə deyir ki, Təbriz bir böyük kənddir. Hamı nayrahan da oldu. Ağa, həqiqəti deyir də. Sən ona deyəcəksən ki, bu kəndi sən niyə kənd eləmsən, bunu niyə şəhər eləməmsən? Biz hamımız nayrahan olmuyor, bizə deyirlər kəndi. Tazalıqda da bir nəfər bir ayrısın deyibdi. Biz yenədən özümüzü cıracıyıq. Vaqiyyət bu da Azərbaycan yoxdur ki, axı. İranın siyasətində Azərbaycan cin kimi bir mövcuddur. Yoxdur, yoxdur. Bir dənə də ayrı misal deyim. Korona bir virus oldu da, düz deyim. Bu virusun İranda nə qədər ərzişi var? Tamam, sistem mücəhəz olub bu virusun qabağında. Azərbaycanlıların bu virusun tarixdə ərzişləri olubdur keçən yüzildə. Tohin deyil. Özümüzü vaqiyyətləri görməyə məcbur eləməliyik. Biz deməliyik ki, İranın sistemində, İranın siyasət budur da, siyasət hələ bu danışıqdır. Bu sistemdə bizim yerimiz haradır? Yerimiz yoxdur. Burada 10 səndəl qoyublar. Onun da farslar oturub. Sən burada harada oturacaqsan? Burada bir toy tutub farslar. Bir məclis qoyublar. Yemək içmək var. Qapını bağlayıblar. Sən girənməsən. Sən qapının eşiyindən
Su gətir, yemək gətir. Bu həddə sənə yer veriblər. Sən burada hardasan? İndi dostlar ki, siyasətdən danışırlar. Hangi siyasətdən danışırsınız? İranda gedən Türkün var olduğunu görməyən bir siyasətdən danışırsınız. Ya siz özünüz deyirsiniz ki, ağa mən varam. Əslən biz cinuq, amma varıq. Biz özümüzü cin görək də. Ya biz İranda bizi görmürlər çünki biz cinuq. Amma özümüz gözümüzü görürük. Mən ki Türkəm. Mən ki bu torpaqda yaşıram. Mən ki buralıyam. Mənim bir haqqı, hüququm var. Onun haqqı, hüququ mənə şamil olmur. O yazdıqları mənim dərdimə dəymir. Mənim istədiklərimi vermir. Mənim haqqımı vermir. Mənim arzularım üçün deyil. Mənim ilgilərim üçün deyil. Mənim qonşularımla mənim ilgilərimi danışmır. Mən özümə ait olan bir şeyi yaratmalıyam. Mən özümə lazım olan siyasəti yaratmalıyam. Özümə rəvabiti siyasini yaratmalıyam. Özümə hüquq yaratmalıyam. Özümə rəvabiti beynəlmiləl, uluslar arası hüquq yaratmalıyam. Uluslar arası Azərbaycanla Türkiyə ilə mənim rabitəm nədir olmalıdır? Ermənistanla, Farslarla, Kürtlərlə mənim ilgim nədir olmalıdır? Əlaqələrim nədir olmalıdır? Alverim, gəlgedim nədir olmalıdır? Mən özümü nədir idarə eləyəcəyəm? Bu gün yox, sabah. Fəlsəfə və siyasət ya elm bugün üçün deyil ki, gələcək üçündür. Biz gələcək üçün danışırıq. Keçəcək üçün işimiz yox. Gələcək üçün danışırıq ki, gələcəkdə başımıza nə gələcək? İndi şu görürük, indi yaşırıq. Amma biz gələcəyi dəyişdirmək üçün çalışırıq. Bu çalışıq siyasətdən ibarət. İndi biz yerə, baxın dostlar, dünyada siyasətin çox mənası var. Necə farsların siyasəti bizə cavab vermir, bizi görmür. Siz Fransa'nın siyasətini götürüb İranda qoyarsınız, İranın başına sərnişinə düşərsiniz. Çünki farslar 100 il bundan qabaq getdilər Fransa'dan ulum siyasını gətirdilər, hüququ gətirdilər, camiəşünasını gətirdilər, rəvanşünasını gətirdilər, rəvankavini gətirdilər, iqtisadı gətirdilər, bankı gətirdilər, hizbi gətirdilər, onu bunu gətirdilər içəriyə, tamam, gəldi. Axı orada bunlar yerində oynamışdı, bunlar yerində bitib çıxmış, göyərmişdi, buğdanı əhmişdilər vaxtında, gəlmişdi, getdilər, bişdilər, bunlar yedilər. Biz getdik buğdanı, buğda yox, bir şey aldıq, gətirdik, bilmirik nə eləyək. Gətirmişik əlimizdə qalıb, bundan özümüz istədiyimiz kimi oynuruq. Biz copy-paste eləyənmək. Necə İranlılar copy-paste elədilər, cavab vermədi. Biz nə farslardan, nə fransəlilərdən də... Baxın, çünki bu bir dənə vaqiyyət. Hər elm, ulum siyasidən danışırıq. Fizikdən, şimidən, riyaziyyatdan danışmırıq. Fən, teknolojidən danışmırıq. Ulum insanı dediyimiz, məsələn, bunlar misal verir. Fəlsəfə, məntiq, hətta din, hünər, hünərin musiqi, teatr, sinema, hər nəçə sahələri var. Alver, ticarət, bankdarlıq, iqtisad, ondan sonra təhəzzüb, yəni hizbiləşmək, azadlıqlar, fikir azadlıqları, fikir azadlığı deyəndə bu fikir azadlığı o zaman azadlıqdır ki, bunun yazması və danışması və öbürislərinə yetişmək azadlığı ola. Yoxsa mən fikirləşəm, amma içimdə qalam. Mən fikirləşəm, yazam, amma satamayam. Mən fikirləşəm, qoyam, amma alıb oxuyan olmayam. Bu deyil. O zamandır ki, mən eləyə biləm öz mediam, öz rəsanəm, öz planım, gətirəm öz dilimdə istədiyim kimi. Hangi dildə istərəm, hər nə istərəm onu yazaram. Heç kəsin haqqı yoxdur. Mənim azadlığımı qabağına daş qoyam. İnsan mütləqa fikrində azad olmalıdır. Heç nə bir şey fikrində geçir, seksidən tutmuş qumara, qumardan tutmuş oğurluğa, hər nəyə bunu istirgaya o görə azad olur. İnsanlar hər şeyi görə bilərlər. Hər şeyi istəsə, hər kəs hər nəyi istəyir, bu azadlığı tapa bilər. Biz siyasəti özümüz tərif eləməliyik, özümüz üçün, öz torpağımız üçün, öz mərzilərimiz, sərhədlərimiz üçün də qonşularımıza
diqqət edərək dünyada özümüzü nədir görəcəyik. Gələcək da onun üstündə özümüz özümüzü Azərbaycan ya Türk insanını İranda tərif eləməliyik. Qonşularımıza baxaraq vəziyyət mövcudumuza, gələcəkdə özümüzü necə görürük, harda görürük, dünyada insanların içində necə görürük, toprağımıza baxaraq, imkanlarımıza baxaraq, dövlətçiliyimizə baxaraq siyasət tərif eləməliyik özümüzə. Çünki dünyanın hər yerində siyasətin, baxın, ümumi insani dünyada heç yerdə bir məna qəbul olunur. 2 2 elər, 2 dənə 2 elər 4. Dünyanın hər yerində qəbuldur. Fizikdə də qəbuldur, şimidə də qəbuldur, dördürlükdə də qəbuldur, şeydə də qəbuldur, dava dərmanda da qəbuldur. Bu cür bir şeyləri qəbuldur. Amma ümumi insaniyə gələndə fəlsəfədən tutmuş dinə qədər, hüquqdan tutmuş rəvanşünasiyə qədər, camiəşünasiyə qədər, hər hansı yerə əliz qoyursunuz, iqtisada qədər, bunlar öz millətinə bağlı tərif olmalıdır. Onun üçün də zaman geçdikcə dəyişər. Fransa'nın tərifi, hüquqisi, siyasi, rəvanşünasisi, ictimaisi, iqtisadisi hamısı fərqlidir Almanından. Almanınki fərqlidir Rusiya ilə, Rusiyanınki fərqlidir İngilistandan, İngilistanınki fərqlidir Kanada ilə, Kanadanınki fərqlidir Amerika ilə, Amerikanınki fərqlidir oraya ilə, buraya ilə. Çünki insan yaşadığı yerin mövcududur. Yaşadığı yer, zaman və şərait və ilgilər, qonşularla olan ilgilər və mühit ilə olan ilgilər bu insanın milli mənafeyin, qonşuluq mənafeyin, iç mənafeyin və dış mənafeyin təmin edir. Biz təriflərimizi buna bağlayaraq tərif eləməliyik özümüzü. Əvvəl Azərbaycanlı ya Türk bir insanı necə görürük? Məsələn, mən indi görürüm, Qəşqailəri hamı deyir bir il Qəşqai. Ağa 4 milyon, 5 milyon adamdan danışırıq. Siz buna niyə millət demirsiniz, il deyirsiniz? O zaman ki siz gəlirsiniz, özünüzü aşağıya gətirirsiniz. O birilərin sizə bambaça vurmağının qabağından ayrıhan da olmayın. O zaman ki sən özünə dedin, qovme Türk, qovme Azəri, qovme Azərbaycani, hər nə dedin? Səni farslar əzməsi, səni cin görmələrindən ayrıhan da olmayacaqsan. Sən özünü bir millət görəcəksən. Azərbaycanlılar özlərini bir millət tərif edirlər siyasətdə mi? Siyasətdə Azərbaycanlılar özlərin bir canlı, fikirli, düşüncəli varlıq tərif edirlər mi? Yoxsa bir Sadıq Hidayət tərifindədirlər mi? Biz özümüzü, öz şəraitimizə və özümüzü harada gələcəkdə görürük, onun üçün də özümüzü tərif eləməliyik. Onun əsasında özümüzə hüquq, siyasət, ictima, elm, sənət və texnoloji ki, əkinçilik, töküntülük, hər nə tərif eləməliyik. Dana və dana özümüzə. Dedim, niyə dünyada Fransa ilə İngilistan qonşudular, Alman qonşudur, Otriş qonşudur, o qonşudur, bu qonşudur. Amma bunların hərəsinin özünə bir tərifi var. Çünki toprağı və adamı fərqlidir, milli mənafeləri fərqlidir. Topraqları, onun toprağı kəbirdir, sənin toprağın dağlıqdır. Onun suyu yoxdur, sənin suyun var. Onun qonşusu Kürt deyir, sənin qonşun Kürtdür. Onun qonşusu erməni deyir, sənin qonşun ermənidir. Onun qonşusu Türkiyə deyir, sənin qonşun Türkiyədir. Onun qonşusu Azərbaycan deyir, sənin qonşun Azərbaycandır. Onun qonşusu Əfqanistandır, sənin qonşun deyil. Onun suyu yox, yağışı yox, insanı az. Onun dili fərqli, sənin dilin fərqli. Sənin 1000 il hökumətin olub, onun 100 il hökuməti olub. Təbiətən sən özünü bir ayrı tərif edəcəksən. Qonşularınla ilgilik, gəlgedinlə ilgilik, özünü insani şəkildə istəyirsən satasan, istəyirsən ağa olasan. Görəcəksən. Siyasət, elmi siyasəti biz yazacağıq. Yəni, baxın, indi burada keçin bir şeyə. Mən əlbəttə çox danışdım elə, bilmirəm nə qədər danışmışam.
Umarım ki her halde umarım ki bir şey olmuş olsun. Koyun bunu yığıştırın bir yere. Siyaset her milletin özüne, o zamanda ve o mekanda yani aittir. 10 ildən sonra mümkün siyaset ve dünya değişir. Çünkü 10 ilce zaman değişilecek. Deyirlər, qədim deyirlər ki, əgər Afrikada bir milçək qanad çalırsa, onun təsiri burada görsənir. Mümkündür dünyada bir təxiri təhvillər yüz versin, değişikliklər olsun ki, bizim de sistemimiz değişsin. Ondadır ki, siyaset görürsün, tarixdə siyasetin mənası değişilir. Bir de, bakın, bunu istedim ya. Bakın dostlar, bir tane Qatar var, tarix Qatarı, hərəkət edir. Biz bilmirik hardan hara gedir. Amma bilirik ki, hərəkətdədir. Bu Qatarı hər kəs ona girən zamanı Qatara girir. Azərbaycan hərəkatı neçə yüzildir başlanıbdır. Bizim bir dostumuz vardı. Allah saxlasın, benim sevdiğim bir dostumuz. Oğuz Bəy Türk. O deyir ki, Azərbaycanla Fars savaşı o zaman ki, Qəzvindən payitaxtı Səfəvilər apardılar, İsfahana başlandı. Mənim nəzərimdə düz fikirdir. Biz 500 ildir bu mübarizəni aparırıq. Baxın, elə o zamandan da bizim dilimiz farslaşmağa başlanıb da biraz o yüz bu yüz. Yəni bizi farslaşdırmağa, farsını bizə gətirib bizim içimizdə danışmağa. Əlbəttə, mən bununla müxalifəm, bunun haqqında da televizyonda bərnamə qoyacağım. Kulli tarixin yıxsaz İranın 800 nəfər burada şeir deyibdir. Bunların da 60 neçəsi məşhur adamdır, qalanları məşhur deyil. Bəs fars dili düzəməlli bir dil deyilmiş. Yəni, idari dil deyilmiş əslən türklər dövrəsində. Çünki fəqət 2 qrup bunu işlədərmiş. Bir qrup, məsələn, 2 qrup. Maliyyət yığanlar, hesab kitab eləyənlər. Vəssalam. Divan və o şeylərə nə deyirlər maliyyət yığanlara? Mustofilər. Mustofi deyirlər, biçəcəm. Hala, burada şəkkimiz var. Bunlar, bu 2 qrup, bunlar da Azərbaycana gələndə Türk olardı, Kürdistana gedəndə Kürt olardı, Ərəbistana gedəndə Ərəb olardı, Sistana gedəndə Sistan dili danışardı, Bəlüçistana gedəndə Bəlüçlərin dilini danışardı, Türkmənə gedəndə Türkmən ləhcəsində danışardı, Ermənistanda Erməni dili danışardı. Rusiya decisiydi, Rusiya dili danışacaq təbii ki. Bəs burada da bəlli olcu fars dilində da bir şey yoxdur. Amma biz bu qətara ha zaman minirik. Hər zaman ki siz Azərbaycan qətarına minirsiniz, fikirləşin ki, oradan başlanır. Ya fikirləşin ki, siz qətarın getdiyini görməmişsiniz. Siz qətarın, hamımız qətarın oradan ki giririk, oradan görürük. İndi, dostlar, baxın bu qətar gedir. Bu qətarın dövləti olmadığı üçün, sistemi dövlətçisi olmadığı üçün bir şeylərlə məşğul olublar. Siz bugün minmisiniz, siz buna siyasət tərif edəcəksiniz, hüquq tərif edəcəksiniz, sosiolojisinə baxacaqsınız, hər şeyi bunu tərif edəcəksiniz. Yəni bu gündən siz fikirləmin ki, hamı hazırlayıblar, siz gəlirsiniz bu qətara. Yox. Bu qətara siz indi minirsiniz, hər kəs indi gəlir, sağ olsun, xoş gəlmişsiniz. Mən işləyəməmişəm, biz işləyəməmişik, sən başla işlə. Bu günləri siz başlayacaqsınız işləyəsiniz. Siz bu günləri siyasət fərqi təhsilisiniz, siyasət elmin bilirsiniz. Baxın görün, Azərbaycana bu məna cavab verir, okey. Cavab vermir, değiştirin. Mənə nə ki, Fransa'nın filan alimi siyasəti bu cür məna eləyib. Əslən, mənə nə? O 200 il bundan qabaq o cür tərif edib, 500 il bundan qabaq o cür tərif edib, İngilistanda o birisi yerdə bu cür. İndi dünyada bu günləri siyasətin bir ayrı mənası var və dünəndən bu yana değişdi. Dünənləri Trump var idi, bu günləri Biden var. Siyaset değişti. Siyaset değişti. Siyaset dünyası değişti. Siyasetin anlamı değişti, insanın anlamı değişti. Bizdə nə? Bizdə də bu cürdür. Biz də bu günləri məcburuq ki, baxaq cəmiyyəmizə, özümüzü tərif eləyək, siyasətimizi tərif eləyək, bunu teorizə eləyək, yazaq. Və bu sizlərin əlindən gələcək, cavan nəslin əlindən gələcək. Biz özümüzü
hangi hüquqa, hangi vəziyyətə layiq görürük, onu tərif edəcək. Mən istəmirəm çox uzadam. Siyasəti bir qola işarə elədim. Biz faşların siyasəti ilə getməməliyik. Çünki onun içində dediklərim var. Hoqqabazlıq, zirəklik, rindlik, şikəncə eləmək, tənbih eləmək, mücazat eləmək. Və bu günlər onu görürük. O siyasət Azərbaycanlıları və türkləri İranda görmür və onlara yer vermir. Çünki cin kimi bir mövcud bizi görür. Biz əslində onlara müzahim olmuşuq. Onlar bizi müzahim görürlər. Onun üçün də bizə deyirsən, mühacirsən, get oğa, get. Get İstanbul'a, get Azərbaycana, get Qafqaza, get Moğolistana. Çünki o bizi müzahim görür. Onun siyasəti, tərifi, düşüncəsi siyasətdə mənim dərdimə dəymir. Çünki məni də baxın, niyə bunlar Azərihanın bəziləri şeylə, Azəriha, buna görə Azəriha bizi dəqiqən onların gözü ilə baxır. Biz, sözümün xülasəsi, biz farslar siyasəti nə deyiblər? 100 il bundan qabaq, 1000 il bundan qabaq, 10 il bundan qabaq, 3 il bundan qabaq, 1 il bundan qabaq bizə mühüm deyil. Çünki onların milləti bizim millətimiz deyil. Onların milli mənafeyi bizim milli mənafeyimiz deyil. Onların toprağı bizim toprağımız deyil. Bizim özümüzün şəxsiyyətimiz, düşüncəmiz, tariximiz, insanımız, toprağımız, qonşularımız, arzularımız, istəklərimiz, hüququmuz, özümüzü harda görürük, özümüzdən olan vizyonumuz, özümüzü nə görürük, harda görürük, dünyaya nə cür baxırıq, bunu özümüz tərif edəcəyik. Özümüz yazacağıq. Hə, baxın, siyasətlər doludular yanlış təriflərlə. Mən belə bir tərif elərəm, Cənabız bundan bir ayrısını tərif elərsiniz, o gələr. Əslən, elm, xüsusən insani elmlər, insanla ilgili elmlər, tərifləri bir-birləri ilə cür gəlmədiyi üçün elmidir. Məcmui qələt təriflərdir. Amma hər qələt tərif bir qələt tərifin yaranmasına səbəb olubdur. Hey beləsi gəlir və hər zaman bizim sualımıza cavab verir. Ondan sonraki cavab verə bilmir, bir ayrısı gəlir. Onun üçün qorxmayacaqsınız, qorxmayacaq. Siyasəti, hüququ. Məsələn, olar ki, hüquq oxuyublar. İran hüququ bizə cavab verilmirsə, qanuni əsası bizə cavab vermirsə, biz özümüzə hüquq yazmalıyıq. Amma əvvəl insanımızı tərif eləməliyik ki, bu insanı necə görürük? Bunun əlin kəsəcəyik sabahları ya imkan yaradacağıq? Bunu edam eləyəcəyik ya nəcat verəcəyik? Bu insanı bir maşın görürük ki, buradan və seks maşını, yoxsa bir insan görür ki, burası mühümmüdür. Əlbəttə, burası da mühümmüdür. Çünki bilirsiniz, dünyada ən istimarçı bir vücud varsa, varlıq varsa, beyindir. Beyin bədənin komplesini müstəmir edir özünə. Onlar ki, etisab qəza eləyiblər və vaqəən etisab qəza eləyiblər, onlar bilirlər. Beyin bədənin hər yerini yiyər. Hər yerin. Əvvəl bədənin yağlarını yiyər, canı. Bədən farsça kəlmədir, can. İnsanın canının əvvəl yağların, piylərin yiyər. Bunlar arıqlar. Ondan sonra mahicələri, maçaları yiyər. Ondan sonra ilikləri yiyər. Ondan sonra ki, bədən qutardı, özü başlar özün yemağa. Lazım olmayan yerlərindən başlar yiyər. Ta şrank, yəni yığışar, ölə. Biz özümüzü nə tür görürük? Bir maşın görürük, yoxsa bir insan? Bu insana hangi haqları veririk? Bunları Həsən ağa hüquqda bizi tərif eləsin. Hüseyin ağa da getsin, siyasətdə tərif eləsin. Əli bəy də getsin, camiə-şünasıda tərif eləsin. O birisi də getsin, rəvan-şünasıda tərif eləsin. O birisi getsin, iqtisadda tərif eləsin. Qorxmayaq, yaradaq. Hər bir yaranış bir gölə bir daş atmaqdır. Hər daşı ki atırıq gölün içinə, göldə bir mövc yaradır.
bir cərəyan yaradır. O cərəyan gedir belə qıraqlara. O orada olan balıqlar, o suda olan balıqlar bizlər, insanlar onu görürük azdan çoxdan. Bəzi dostlar görürsünüz, deyir ki, ağasa bir insan hələ danışır, buna 10 nəfər görür. Vaqən deyim, mən 10 nəfər üçün danışmıram. Bir nəfər mənə qulaq assa, kafi yetər məni. Bir nəfər əgər mənim sözümdən təsir alsa və bir cümlə yazsa, götür görər məni. Çünki biz qərar deyil dünyanı təhbətəkinə təhbətəkimizə dünyanı değiştirə bilmərik. Amma hərəmiz bir daş atsaq, fikir daşı atsaq, sabahdan gelib gölləri daşlamayaq. Qələmimizi götürsək, bir cümlə yazsaq, bu cümlə fırlanacaq. Fikir yaradacaq. Qorxmayın, bir də sındırın. Bir də tabuları sındırın. Hər nə ki bizə deyiblər, bu müqəddəsdə əl vurmaq olmaz, onu sındırın. Çünki müqəddəsli sındırın. Müqəddəs olması heç fikir verməyin. Hər nə ki bizə deyiblər müqəddəsli, qanun müqəddəsli sındırın. Siyasət müqəddəsli sındırın. Hizbi müqəddəsli sındırın. Hər nə ki deyiblər müqəddəsli sındırın. İndi biz istəmiyoruz, onlar özləri sındırırlar. Bizə qoymurlar sındıraq. İxtilaflar, qanunları sındırır. Bir var qanunu millət sındırır, bir var dövlət sındırır. Dövlət öz qanun təsvib üzrə sındırır. İndi nə olar biz teorisini heç olmasa yazaq. Teorilərini yazaq, görək nə yox. Mən siyasəti bu cür düşündüm. İstədim deyəm ki, hər kəs qətara minir, qabaqçıları məhkum eləməyin. Deyin ki, mən indi qətara minmişəm, ətrafıza baxın. Bilirsiniz, elmi yol budur da, biz istirik bir təhqiq eləyək, gedərik kitabxanaya, görürük ki, o mövzuda bizdən qabaq tərif eləyənlər nələr tərif eləyiblər. Taparıq, oxuyarıq, gəlirik, onlara bir işarə elərik, deyərik ki, amma naqislikləri bulardır, eybləri, iradları bulardır. Mənim fikrim budur. Fikir qoyarıq ortaya, bu fikri ortaya qoymaq